CV-ni belə hazırlamısansa, müsahibələrə dəvəti gözləmə. Bu CV-də 3 ən böyük səhv var. Sonuncunu diqqətlə dinlə, sən də bu yanlışı edirsən. Birinci yanlış, CV-ni güllü, bəzəkli, gözəl dizaynla hazırlayıb, aşağıda faizlər, qıraqda hər hansı bir qrafiklər yerləşdirirsən, amma əslində CV-nin içi bomboşdur. Finans analitik olaraq nə işləri ilə məşğul olduğu haqqında məlumat yazılmayan bu CV görünüşü ilə diqqət cəlb etsə də, içindəkilər ilə heç bir HR-ı əldə edə bilməyəcək. Bu CV-nin süni intellektlə hazırlanmasıdır. Çünki artıq hamı şablon CV-ləri süni intellektlə hazırladığı üçün HR-lar bu CV-ləri 2 dəqiqədə müəyyənləşdirə bilir və nəticə etibarilə sənin CV-in Əhmədin, Əlövsətin CV-sindən qəti bir şəkildə fərqlənmir. Üçüncü, çoxlarınızın elədiyi böyük bir yanlış CV-lərinizi 10-15 manatlıq CV düzəldən yerlərə göndərib düzəltməyi istəmək. Nəticə etibarilə belə bomboş məlumatlı CV-lər yaranır. Məsəl üçün Gülzar maliyyə analitikidir. Burada hansı şirkətdə işlədiyi qeyd olunub, amma nə işlər gördüyü, nailiyyətlərinin nə olduğu, digər namizədlərdən nə ilə fərqləndiyi qeyd olunub. Nəticə etibarilə Gülzarın müsahibəyə dəvət alması qeyri-mümkün hala çevrilir. CV-nin belə analiz olunmağını istəyirsənsə, CV-ni DM-ə göndər. Bir nəfərin CV-sini bu video formatda analiz edib sizlərlə paylaşacağam.